Hər vaxtınız xeyir dostlar, xoş gördünüz kanalımda. Bu günləri Türkiyə Kubokunun finalı Trabzonspor Galatasaray oyundayıq. Hamısı full kadro oynadılar günləri. 3 gün bundan qabaq Trabzonda Trabzonsporla oynamışdı. Galatasaray 2-0 qələbə qazanmışdı. Orada biraz Trabzonspor heyətində dəyişiklik eləmişdi, amma burada full kadro ilə çıxırdı. İnşallah Galatasaray qazanar, kuboku götürər. Arzumuz budur. Oyun başladı. İnşallah başlayar bizə. Baxaq oyuna. Görək nə olacaq. Biz də arada öz fikirlərimizi bildirək. Ay! Ya! Qəşəng səhv elədi. Osimhen ver. Yunus. Vur! Barışko! Qəşəng 1-0. 5-ci dəqiqə. Barış Alper Yılmaz. Əla. Deməli 5 dəqiqədir. Galatasaray 5 dəqiqə oyun başlayandan preslə qabaqda Trabzonspor mərkəzdən keçə bildi Galatasaray tərəfə. Preslə oynadı. Bir iki təhlükəli hücum da oldu. Amma gol gəldi. 5-ci dəqiqədə tez gəldi. 5-ci dəqiqədə gol gəldi. 1-0 Galatasaray irəlidədir. Qəşəng Barış Alper. Yunus yaxşı pas verdi. Barış Alper də ki yaxşı vurdu. Ayaqsız Barış Alper. Qəşəng. 15 dəqiqədir. 15 dəqiqədir oyun gedir. 1-0 Galatasaray irəlidədə. Burası oturdu biraz şeyə. Gol vurandan sonra biraz hücumları saxladı, dayandırdı. Yani birinci başlayan kimi preslə oynamadı da goldan sonra. Öyle de Trabzonspor biraz topla çox oynayır. Bir yana təhlükəli atak oldu. Vura bilmədi. Qapının yanından keçdi, amma Trabzonspor oynuyor. Galatasaray biraz bıraktı oyunu. Yani əvvəlki kimi Mesut'dan oynamırdı, rahat oynayırlar 1-0'dan sonra. Bu kadar rahat oynamaq, amma Galatasaray yaxşı oynayır. Yani həqiqətən final oyunu oynayır. Trabzonspor'da oynamaq istəyir. Hələ ki istədiyi oyunu oynamır. Burada dirəşi var, burada. Bu nədir? Hakimlə dirəşibdir Savic. Kəllə var hakimlə, bu nədir şey? O kırmızı çıxart ver də, bu elə şey olar ha. Sarı kartı verib dirəşim kəllə Savic hakimlə. Kırmızı da ola bilər, bu. Kırmızı da verə bilər buna. Hələ durdu kəlləyə də qaldı hakimlə. Ne bileyim abi, böyle hakimle dirəşibdi kəllə. Bravo. Ne olacak ya? Ama ayağına pis getdi ya. Osimhen'in. Çok yakın. Bayağı hoşgörülü davrandı Cihan Aydın. Neyse kırmızı verebilir. Osimhen'in telavi sağ geliyorlar. Qəşəng Günay. Koyma. Qəşəng Günay. Qəşəng. Bunda səhv kim elədir səhvi? Davinson'udur. Davinson Santos'un səhvinə baxır. Qəşəng Günay. Bura bax, gözlə səhv edir. Davinson çox topla oynayır səni. Günay qəşəng çıxartdı. Davinson oyuncuna keçmək istədi. Keçə bilmədi, səhv elədi. Ozan Tufan vurdu, şey çıxardı, Günah, qəşəng Günah. Ondan sonra da zərbəsi. Eləmə belə səhvlər, Davinson. Günah qəşəng çıxartdı, Günah Güvənc. Galatasaray'da kubok oyunlarında qapıda Günay Güvənc qalır. Bütün oyunlarda bu sezon Günay qalır, Günay Güvənc.
kullandı. Malero da hazırlanıyordu. Davinson Sanchez bıraktı şimdi Yunus Akgün. Yunus vuruyor. Yunus. Yunus Akgün. Qaşan. Bir kez daha gole yaklaştı. Galatasaray qəşəng oynuyor, Allah oynuyor. Bir dənə Davinson Sanchez'in səhvi oldu orada. O da Günay çıxartdı. Adını da düz deyə bilmirəm. Günay çıxartdı. Yəni Trabzonspor belə çox şey eləmir, amma Galatasaray yaxşı oynuyor. Həqiqətən çox yaxşı oynuyor. Bir dənə də ikisi qurtarmamış, bir dənə də vursalar əla olur. 2-0. Bak yaxşı olur. Qəşəng və Barış. Qəşəng. Torreira. Ver, at da. Qəşəng. Osimhen'e bir dənə pas. Sen ala bir dənə Osimhen. Ay. Ya. Yetişdi, çatamadı. Baxa burada əli var bayaq episodda. Buradır. Bence bura penaltı yok. Yok. Dirsək deyil və buradır. Burada məncə penal olmalıdır. Belə dəyib əlimə. Mənim fikrimcə penaldır bura. Bura deyil. Penal olmayanda buradan bura. Mən bilən penaldır. Mənim fikrimcə. O episod mənim fikrimcə penaldır. Hakem vermədi. Var da vermədi. Var da vermədi. Yoxdur. Dediğim gibi yani maçın başından beri savunmanın ağır bence səhv oldu. Yani Osimhen'le de birebir oynuyordu. Devam edemeyecek çünkü sağlık ekibi değiştiriliyor. Bakın ekranlara geldi. Son düdük geldi Cihan Aydın'dan değerli futbol severler. Tek gol var finalde. Dostlar ilk hissə bitdi. İlk hissə Galatasaray 1, Trabzonspor 0. Galatasaray yaxşı oynayır. Trabzonspora epizodlar şeyler vermir. Trabzonspora epizodlar vermir. Bir dənəsi oldu da Davinson Sanchez'in arkada səhvi oldu. Orada Yunus çıxartdı. Günay çıxartdı, qapıcı Günay. Ondan sonra belə ciddi atakı yoxdur şeyin Trabzonun. Böyle gəlmək istəyir, gələ bilmir. Galatasaray həqiqətən də orta oyuncuları Torreira ilə Lemina yaxşı qarşılayır. Torreira biraz günləri zəifdir, belə çox görsənmir Torreira. Biraz da Osimhen. Keçən oyunda biraz zəif idi, bu oyunda biraz zəifdir. Amma Yunus yaxşıdır, Barış yaxşıdır. Barış Alper. İkisi də yaxşı oynayırlar. Sonra Davinson da yaxşı oynayır. Bir dənə o səhvindən başqa. Eren Elmalıdır. Eren Elmalı başqa xoşum gəlir. Yaxşı oynayır. Eren Elmalı yenə də yaxşı oynayır. Şalaydı o da yaxşı olsa da arada görsən səhvlər edib topa yəni qalxa bilmir kəlləyə. Çox şey oynayan oyuncudur. O çox tutur, çox oyunculara sərt oynayır, çox sərt oynayır. Yəni kartsa çox görür. O elə də oyunu xoşlamır. Bəyənmirəm onu elə də oyunu. Birinci hissə Galatasaray çox yaxşı oynadı. İkinci hissədə inşallah görüşərik. Qəşəng Osimhen heç yoxdur. Osimhen. İkinci hissə indi başlayır. Birinci dəqiqə indi oldu. 45-6-cı dəqiqədir. Başlayan kimi 2-0 oldu, amma burada Trabzonsporla etiraz edirlər. Osimhen orada qaydanı pozdu deyə. İndi görək qayda pozulub orada. Burada offside yoxdur. Burada ola bilsin qayda pozuntusu var. Yəni yaxından görsət. Yunus pası yenə Yunus verdi. Burada heç nə yoxdur məncə. Baxaq. Məncə yoxdur. Osimhen ayağını qoydu birinci topa. Trabzonsporlu oyuncusu ayağının onun arkasına ilişdi. Varda baxırlar, görə nə deyəcəklər. Amma çox qəşəng vurdu ya. Qapısının tutduğu şeydən vurdu, küncdən vurdu yerə. Golu verdi. 2-0 qəşəng. Kubok bizimdir inşallah qəşəng. Əla. Victor Osimhen. Bu sezon desem 34. gol oldu. Victor Osimhen. 34 gol 7 asist. Səhv eləmirəmsə.
Sarı kartı. Torreira'nın çevirdiği. Gitti. Gitti Morata. Morata'dan müthiş pas. Müthiş ver. Yunus ver. Vur Osimhen. 3-0. Osimhen 3-0. Bas bunu. Victor Osimhen. Deməli, goldan sonra Trabzonspor başladı oynamaya. Galatasaray biraz çəkildi arxaya. Yəni müdafiə çəkilmədi. Biraz Trabzonspora sərbəstlik verdi də belə deyək. Trabzonspor oynadı biraz, gəldi Bakayeme ilə azadına biraz. Yəni Bakayeme yaxşı oyunçudur əslində Trabzonsporda. Trabzonspor demək olar ki 2020-21-də çempionluğa Bakayeme sayəsində yanılmışdı. Onun şeyləri çoxdur, köməkliyi çoxdur. Bakayeme ilə bir-iki dənə yəni epizodlar zadlar oldu. Golçunu vura bilmədilər. Ama burada kontratakta qəşəng çıxdılar. Qəşəng pas verdi Morata Yunus'a yaxşı pas verdi. Yunus da 3-cü asistini elədi Osimhenə. 2 dənə Osimhen, bir dənə də Yunus Akgünə asist elədi. Asist kralıdır Yunus. Belə biraz kriz olmuşdu ama baxma, orada verməsəydi bu pası Osimhen tək idi. O 35-ci golu oldu Osimhen'in bu sezon. Hesabda 0-3 Galatasaray xeyrinə. Oyunda son 65-ci dəqiqədir. Oyunda 65-ci dəqiqədə bir şey var. Burada məncə penal yoxdur yaxı, burada. Məncə burada. Yox, burada idi. Məncə penal yoxdur. Yox, orada penal yoxdur. Çünki ardı burası da, burada penal deyil. Bu qədər nə çox baxımları vardır. Bir dəfə baxanda görsənir də top bura gəldiyində. 2 dəfə baxdınız, 3 dəfə baxdınız, 10 dəfə baxırlar bir epizoda. Lemina, vurar buradan Lemina. Qəşəng. Bir dənə də vura bilərsin, 5 dənə vura bilərsin bunlara. Bunlar gələcəkdə kontrada tutarsan vura bilərsən. Amma məncə Mertens yürüməlidir. Mertens'in gələcək də Mertens bu sezon. Məncə oyunlara axırlarında girməlidir. Keçən oyunda Trabzondan 3 gün bundan qabaq da oyuna salmadı. Burada məncə oynatmalıdır Mertens'i. Çünki Mertens sezon sonunda gələcək. Biraz oynasında xatirə kimi yaxşı oyuncudur. Yaxşı çox olsa da yaxşı ağıllı pasları var. Osimhen. Vur! Morata vursaydı al olardı Morata. Morata vura bilmədi. Görə elə. Yenə də görə əlinlə oynama var. Penal var burada. Morata vursaydı al olardı. Osimhen'in pası. Burada Yunus saxlayamadı Morata. Yok, burada yoktu diyorsun. Desem burasına qatarı görə də bilmədi amma fərq yoxdur, vermədi. 2-cüdən zərbə. Galatasaray Trabzonspor 3-0 geridədir. Başqa çarə yoxdur da. Hücumdan başqa. Yəni arxanı buraxacaqlar ki, boş 3-0 gol vursunlar, yəni azaltsınlar. Onu Galatasaray kontralarda çox tutacaq. Hələ çox var. Hesab da arta bilər kontralarda. Çünki Osimhen maşallah canavar kimidir, dayanmır. Çox sürətlidir, çox atletikdir. Çıxır Osimhen. O yüzden hesab arta da bilər. Kontralarda tuta bilər Galatasaray. Koyma! Ay! No. Offside. Bakın hele offside. Offside verdi. Bakalım offside var. Burada biraz şeydi. Müzakirəli değil. Burada bakalım, burada da yoktu. Baxılacaq. Baxmaq lazımdır. Onun orada düzlük ola bilər. Offside. Var baxacaq divara, var da şeylərlə baxırlar.
Göre de offside var. Orada bir tane polis epizod gösterdi. Hem vardı hem yok idi kimi bir şey. Ha, offside. Offside'ı verdi. 3-0 dələ ki, offside'ı verdi. Oyunda da 75-ci dəqiqə gedir. Ay sen bana ayağı Yakos. O kadar geldi vura bilmedi ya. Qəşəng geldi ya. Yaxşı qaçdı. Ay da. Qəşəng geldi vura bilmedi. Pas da verə bilərdi ama pas şeyi de vardı, şansı da vardı. Bax bu qəşəng geldi. Hiç şey sata bilmedi. Diğer düz oradan oraya düz verə bilmedi ya. Galatasaray'da kaldı Jakobs. Kanatlar yükseliyor. Başkan Dursun Özbek'e Osimhen'de gülerek karşıladı taraftarın bu isteğini. Ver daha. Galatasaray bir kez daha geliyor. Kerem sağ tarafa gönderdi. Orada Yunus bir tane daha asist elə. Morata'ya. Morata! Offside. Ayda. Offside. Offside. Bak hele. Tartışılabilir ha. Burada offside de olmayabilir. Offside de olmayabilir ha. Düz olsa da düzlü olurdu. Düzlü offside. Osimhen şimdi kullanılmasını istedi. Ha, offside'miş. Ağlara giden top gol değeri kazandı. Morata atabilmedi. Yaşar 90. dakika. Böyle ne kadar arada böylece. Şalay biraz yavaş oynadı. Eşek gibi oynuyor Şalay. Gel sarı kart da verirsen. Bu iğne gibi oyuncusu. Biraz yavaş oynadı. Ayrılacak bu arada. Şalay bir sarı kart gördü. Vakeme'ye yaptığı dakika. müdahalenin ardından. Saniyeleri sayıyor. Ziraat Türkiye Kupası Galatasaray'ın olmak üzere. Son büyük kupa Galatasaray'ın. Galatasaray kral Dostlar oyun kurtardı. Galatasaray 3-0 galaba kazandı. Rahat oyun oldu. Çok rahat oyun oldu. Galatasaray 19 defa Türkiye Kubokunu kazandı. Qəşəng, təbriklər. Oyuna belə deyəcək bir şey söz yoxdur. Yaxşı oyun oldu, yəni rahat oynadı. Trabzonspor heç 3 gün bundan qabaq ligdə bundan yaxşı oynadı Trabzonspor. Əsasən Trabzonspora bu oyun lazım idi. Kubok alıb Avropaya getmək üçün, Avropa kuboklarına getmək üçün. Burada heç eləmədi. Ligdə bundan yaxşı oynadı. Belə. Galatasaray 19 dəfə Türkiyə Kubokunu kazandı. Təbriklər. İnşallah görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun.